Hovuz partiyə hazırlıq part 2. İlk öncə onu deyim ki, dünənki hovuz təmizliyi videomuz çox sevilmişdi. Hər biriniz çox gözəl, xoş sözlər yazmışdınız. Hər birinizə təşəkkür edirəm. Balaca qızımız İncini təbrik edən hər kəsə sonsuz təşəkkür edirəm. Allah hər birinizə gözəl övlad payı qismət eləsin. Siz də onun xoş günlərinə hazırlaşasınız. İndi isə başlayaq təmizliyə. Bizim ad günə son bir gün qalıb. Bugün sonuncu günümüz idi. Sabah doğum günüdür. İnşallah ona görə də balkonu və həyəti yığışdırdıq ki, toz, torpaq, külək olmasın. Əvvəlcə balkonu yığışdırdıq. Taxtadan olan stullarımızı həyətə düşürdük. Dibçələri də həyətə düşürüb balkonu bir yaxşı foşur təmizlədik. Balkonun kafelərində yaxşıca yuyub, köpükləndirib, tərtəmiz yumuşdum. Sadəcə olaraq telefonum günün altında olduğuna görə çəkə bilməmişdim. Elə bu dəfə də ən çox sevdiyim təmizlik məhsulları olan Premium Chemicals'ın məhsullarından istifadə etmişdim. İlk öncə qab şampunundan qaba biraz əlavə edirəm. Qatılığına isə söz ola bilməz. Səmimiyyətimə inanın ki, mən bu qab şampunu bir dəfə alıram. 5 litrlik olduğuna görə tam-tamına birli istifadə edirəm. İkinci əlavə etdiyim mavi maye məhsulu isə bütün evdə istifadə edirəm. İstər mebellərin silməyində, istər pəncərələri sildiyim zaman, döşəmələri sildiyim zaman ətri də o qədər gözəldir ki, günlərlə evdən ətri getmir. Vedrəmizi də götürüb düşdük. Həyətə başladıq stulu, skamyakaları silməyə, yumağa, şampunlamağa. Bəlkə də düşünərsiniz ki, taxta stolu nə əcəb yuyurlar, amma bunların üzəri lak olduğuna görə qətiyyən şişmir. Həm də ki, hava çox isti idi, ona görə də rahatlıqla yuduq, qoyduq, 5-10 dəqiqə ərzində qurudu. Dibçələrimin qablarını yudum, içərilərini təmizləyib hər birini gül kimi silib təmizlədikdən sonra çıxartdım balkona. İnanın ki, yorucu iş olsa da hər dəfə bu təmizliyi görəndə insan həqiqətən də çox bəyənir, çox xoşbəxt olur. Artıq demək olar ki, işimiz yekunlaşırdı, amma bir əma çıxdı, gördük ki, həyətdə xəzəllər dolub, ona görə düşündük ki, bir dəfəlik həyətdə yığışdıraq. İlk öncə həyətin arxa hissələrindən başladım, xəzəlləri yığdım ki, külək olsa birdən qabağa gətirməsin. Üzük salxımının yarpaqları küləkdən hər bir yerə tökülmüşdü. Gördüm ki, yox, sürkəli deyil, böyük şotqa ilə qəşəng hər bir hissəsini süpürdüm, tozlarını da yığdım. Bütün həyətdə süpürdükdən sonra artıq demək olar ki, işimiz bitirdi. Bir sözlə elə ən çətin iş balkon yığışdırmaq, ev yığışdırmaq, həyət yığışdırmaq idi ki, gözümə durmuşdu. Yoldaşım sağ olsun mənə kömək elədi. Balkonu, həyəti bir yerdə yığışdırdıq. Daha sonra isə anam gəldi, birlikdə evi də yığışdırdıq. Bu arada hovuzumuzu da artıq doldurmuşuq. Doludur. Üzərinə yığılan xəzəlləri də setka vasitəsilə silmişdik. Qızlar yazdı ki, üzərinə plyonka verib kənarlarına daş qoya bilərsiniz. Bu da ağıllı fikirdir. Gələn dəfə bunu yoxlayacağam. Part 2-ni təmizliyə həsr etmişdim. Balkonu, həyəti gül kimi yığışdırdıq. Siz də fikirlərinizi yazın ki, necə oldu? Part 3-ü gözləyin. Sabah bizdə böyük gündür. Qızımın doğum günündə nələr bişirdim, nələr hazırladım, kimlər gəldi, qonaqlığımız, partimiz necə keçdi, nə hədiyyələr aldıq, hər birini sizinlə bölüşəcəm. Hələlik.